Salam uşaqlar, hər vaxtınız xeyir olsun. Bugünkü mövzumuz cümlə üzvləridir. Deməli uşaqlar, cümlə üzvləri bir-biri ilə həm məna, həm də qrammatik cəhətdən bağlı olan və bir suala cavab verən müstəqil söz və ya söz birləşmələrinə deyilir. Demək, cümlə üzvləri bir-biri ilə həm qrammatik, həm məna cəhətdən əlaqədə olur və bir suala cavab verir. Həmin söz və ya söz birləşmələrinə cümlə üzvü deyilir. Cümlə üzvləri iki qrupa bölünür. Baş üzvlər və ikinci dərəcəli üzvlər. Baş üzvlər mübtəda xəbərdir, ikinci dərəcəli üzvlər zərflik, təyin və tamamlıqdır. Baş üzvlər cümlənin qrammatik əsası adlanır. Qrammatik əsası. Və ola bilsin ki, bir cümlədə yalnız mübtəda olsun, xəbər olmasın və yaxud da ki, xəbər olsun, mübtəda olmasın, fərqi yoxdur. Yəni cümlədə bir dənə olsun xəbər varsa və yaxud da ki, bir dənə də olsun mübtəda varsa, deməli o cümlədə qrammatik əsas var. İndi uşaqlar, yadda saxlayın ki, bir cümlədə yalnız mübtəda xəbər varsa, ikinci dərəcəli üzvlər yoxdursa, həmin cümlə adlanır müxtəsər cümlə. Müxtəsər cümlə. Əgər baş üzvlər varsa cümlədə, lakin ikinci dərəcəli üzvlər yoxdursa, həmin cümlə müxtəsər cümlə adlanır. Amma əgər cümlədə ikinci dərəcəli üzvlərdən biri də iştirak edirsə, məsələn, təyin varsa və yaxud da ki, üçü də varsa, fərqi yoxdur. Mübtəda və xəbərdən əlavə ikinci dərəcəli üzvlər varsa və yaxud da ki, biri də varsa, həmin cümlə nə adlanır? Geniş cümlə adlanır. Deməli, cümlə üzvlərimiz iki qrupa bölündü. Baş üzvlər, ikinci dərəcəli üzvlər. Baş üzvlərimiz mübtəda xəbər oldu. İkinci dərəcəli üzvlərimiz təyin, tamamlıq, zərflik oldu. Yalnız baş üzvlərdən ibarət olan cümlə müxtəsər, ikinci dərəcəli üzvlərdən də və yaxud da ki, üzvlərin biri də iştirak edibsə cümlədə, həmin cümlələrimiz geniş cümlə adlanır. Niyə mübtəda və xəbər baş üzvlər adlanır? Çünki cümlənin özülü, bünövrəsi xəbər və mübtədadan ibarətdir. Bir cümlədə mübtəda yoxdursa, xəbər mütləq olmalıdır. Və ya xəbər yoxdursa, mübtəda mütləq olmalıdır. Bunlar cümlənin özünü təşkil etdiyi üçün bunlara baş üzvlər deyirik. Lakin ikinci dərəcəli üzvlər isə sadəcə mübtədanı və yaxud da ki, xəbəri təyin edən və yaxud da ki, xəbəri tamamlayan cümlə üzvləridir və onlar cümlənin özülünü təşkil etmirlər. Sadəcə cümləni genişləndirməyə, əhatə etməyə xidmət göstərirlər. Ona görə biz bunlara ikinci dərəcəli üzvlər deyirik. Gəlin əvvəlcə baş üzvlərdən mübtədadan başlayaq. Mübtəda uşaqlar cümlənin ən müstəqil cümlə üzvüdür. Heç bir cümlə üzvündən asılı olmur. Xəbəri də özünə tabe edir. Digər cümlə üzvlərini də özünə tabe edir. Tamamlıqla əlaqəyə keçmir. Yadda saxlayın. Tamamlıq heç vaxt mübtədanı təyin edə bilməz. Və xəbər də yalnız mübtədadan asılı olacaq. Mübtədanın 3 sualı var. Kim, nə, hara sualı. Baxın, kim, nə, hara sualı. Kim, nə, hara sualı həmçinin ismin sualı idi. İsimlə qarışdırmırsınız mübtədanı qətiyyən. Bəzi uşaqlar var ki, elə kim sualını tapan kimi, cümlədə kim ismi tapan kimi mübtəda götürürlər. Əlaqəsi yoxdur. Çünki mübtəda sintaktik vahiddir, ism isə morfoloji vahiddir. Mübtəda isimlə ifadə oluna bilər, sifətlə ifadə oluna bilər, sayla ifadə oluna bilər, ismi birləşmələrlə, fe'li birləşmələrlə ifadə oluna bilər. Məsələn, deyirəm ki, Əli oxuyur. Kim? Əli. Burada xəbərin qarşısına kim sualı verəndə cavab Əli çıxır. Deməli, bu cümlədə mübtəda Əlidir, isimdir. Amma başqa nitq hissəsi də ola bilər, aydındır. Və yaxud da ki, deyirəm ki, bu mənim kitabımdır. Mənim kitabımdır, xəbər, nə? Bu. Görürsünüz, burada nə sualına cavab verən söz bu işarə əvəzliyidir. Deməli, mübtəda burada işarə əvəzli ilə işlənib. Aydındır. Və uşaqlar, yadda saxlayın ki, mübtəda quruluşuna görə sadə və mürəkkəb olur. Bunu da qeyd edin. Sadə və mürəkkəb olur. Əgər mübtəda nitq hissəsi ilə ifadə olunursa, məsələn, isimlə, sifətlə, sayla, zərflə ifadə olunursa, həmin mübtəda sadə hesab olunur. Sadə. Əgər mübtəda sözlə, yəni nitq hissəsi ilə ifadə olunubsa, həmin mübtədamız quruluşuna görə sadə hesab olunur. Amma söz birləşmələri ilə ifadə olunubsa, yəni ismi birləşmə ilə və yaxud da ki, fe'li birləşmə ilə ifadə olunubsa, bu zaman mürəkkəb olacaq. Mürəkkəb. Deməli, ümumiyyətlə bütün cümlə üzvlərinə aiddir. Bütün cümlə üzvləri əgər sözlə, yəni nitq hissəsi ilə ifadə olunublarsa,
Həmin cümlə üzvləri sadə hesab olunur quruluşuna görə. Amma söz birləşmələri ilə ifadə olunublarsa, mürəkkəb cümlə üzvü sayılırlar. Mübtədada belədir. Baxın, mübtədanın ifadə vasitələri qeyd olunub burada. İsimdir, sifətdir, məsdərdir, zərfdir, fe'li birləşmədir, əvəzlikdir, saydır, fe'li sifəti ismi birləşmədir. Bir dənə burada nə yoxdur? Fe'li bağlama yoxdur. Yadda saxlayın ki, mübtəda fe'li bağlama ilə ifadə oluna bilmir. Qalan digər birləşmələrlə, digər əsas nitq hissələri ilə işlənə bilir. Keçirik xəbərə. Xəbər uşaqlar mübtədaya olan hərəkət və ya hökmü bildirir. Hərəkət dedikdə feil, hökm dedikdə isə ismi xəbər nəzərdə tutulur, yadda saxlayın. Xəbər yalnız mübtədadan asılı olur. Yalnız və yalnız mübtədadan asılı olur. Sualları kimdir, nədir, hansıdır, neçəncidir, nə edir, nə edib, nə edəcək. Bax, bu sualların birinə cavab verir. Xəbər də deməli cümlənin baş üzvlərindən biridir. Digər cümlə üzvlərini özünə tabe edir. Bircə xəbəri, demək xəbər mübtədadan asılı olur. Yəni xəbər mütləq şəkildə mübtədadan asılı olacaq uşaqlar. Demək bu cümlədə baxaq. Məsələn, bura Bakıdır. Hara? Bura. Haradır? Bakıdır. Bu cümlədə Bakı xəbəri mübtədaya tabe olub. Yadda saxlayın. Burada tabelik əlaqəsi var. Və xəbərimiz ismi xəbərdir. Deməli, ismi xəbər nədir, fe'li xəbər nədir, onlardan danışın. Fe'li xəbər uşaqlar, yadda saxlayın ki, xəbər əgər fe'lin şəkilləri ilə ifadə olunubsa, məsələn, lazım şəkli olsun, vacib şəkli olsun, əmr şəkli olsun, deməli, xəbər şəkli olsun. Yəni, bir sözlə, xəbər əgər fe'lin şəkillərində işlənibsə, bu fe'li xəbər adlanır. Amma ismi xəbər nədir? Əgər xəbər isimlə, sifətlə, sayla, əvəzliklə, zərflə, eyni zamanda məsdər və fe'li sifətlə ifadə olunubsa. Baxın, məsdər, fe'li sifət çaşdırmasın sizi. Fe'li xəbər yox, ismi xəbər sayılır. Çünki fe'lin öz sualına cavab vermir. Yenə deyirəm, ismi xəbər, xəbəri adlarla, yəni isim, sifət, say, əvəzlik, zərf, məsdər və fe'li sifətlə ifadə olunan və yaxud da ki, mürəkkəb adlarla ifadə olunan xəbərlərə deyilir. Fe'li xəbər isə yalnız xəbəri fe'lin təsriflənən formalarında, yəni arzu, lazım, bir sözlə fe'lin şəkilləri ilə ifadə olunubsa, həmin xəbər fe'li xəbər adlanır. Fe'li xəbər, daha doğrusu xəbər də quruluşuna görə mübtəda kimi sadə və mürəkkəb olur. Əgər nitq hissələri ilə ifadə olunubsa sadə, söz birləşmələri ilə ifadə olunubsa mürəkkəb olur. Və nə deyəcəkdim? Deməli, xəbər əgər tutaq ki, idi, imiş, isə hissəciklərlə işlənibsə, bu sizi çaşdırıb mürəkkəb götürməyin də. Əgər xəbərdə idi, imiş, isə hissəcikləri varsa, yenə də həmin xəbər sadə götürülür. Çünki nitq hissəsi ilə ifadə olunmuş olur. Məsələn, deyirəm ki, o gələcəkdir. Burada di, idi hissəci olsa da, xəbərimiz nədir? Sadədir. Çünki söz birləşməsi deyil axı, sözlə ifadə olunub. Deməli, xəbər yalnız mübtədadan asılı oldu. Xəbərin sualları kimdir, nədir, neçəncidir, hardadır, hansıdır, nə edib, nə edəcək, bu sualların birinə cavab verir. Xəbər bütün əsas nitq hissələri və ismi fe'li birləşmələrlə ifadə oluna bilər. Fe'li bağlama istisna olmaqla mübtəda ilə eynidir bir sözlə. Mübtədanın əsas ifadə vasitələri hansıları idisə, xəbərin də ifadə vasitələri onlardır. Və xəbər fe'lin şəkilləri ilə ifadə olunursa, fe'li xəbərdir. Digər söz və ya söz birləşmələrlə ifadə olunursa, demək, nə olacaq? İsmi xəbər olacaq. Keçək indi xəbərin mübtəda ilə uzlaşma məqamına. Demək, yadda saxlayın ki, uşaqlar, əgər, bu hansı məqamdaydı? Aşağıda verilmişdir, verilməyib burada. Yadda saxlayın, əgər xəbər insan anlayışı bildirirsə, mübtəda cəmdədirsə, xəbər insan anlayışı bildirirsə, amma mübtəda üçüncü şəxsin cəmindədirsə, fərqi yoxdur. Məsələn, deyirəm ki, biz gəlirik. Biz gəlirik. Gəlirik. Bax, biz mübtəda üçüncü şəxsin, daha doğrusu birinci şəxsin cəmində olduğuna görə xəbər də birinci şəxsin cəmində olur. Yəni, bir sözlə mübtəda şəxsə və kəmiyyətə görə xəbərlə uzlaşmalıdır. Xəbər daha doğrusu mübtəda ilə uzlaşmalıdır. Və bir şey də deyim ki, uşaqlar, əgər mübtəda cansız əşyanı bildirirsə,
Cəmdədirsə xəbər təkdə ola bilər. Aydındır? Məsələn deyirəm ki, dəftərlər yazıldı. Dəftərlər yazıldı. Bax, dəftərlər cansız əşyadır. Cəmdə olsa da xəbər təkdə ola bilər. Niyə? Çünki cansız əşyanı bildirir. Və həmçinin əgər mübtəda heyvan anlayışı ilə ifadə olunubsa, məsəl üçün itlər hürüşür və yaxud da ki, itlər hürüşürdülər. İki formada vermək olar. Əgər mübtəda heyvan anlayışı bildirirsə, cəmdədirsə, xəbər həm təkdə, həm cəmdə verilə bilər. Əgər mübtəda insan anlayışı bildirirsə, cəmdədirsə, xəbər mütləq cəmdə olmalıdır. Mübtəda əgər cansız əşyadırsa, cəmdədirsə, xəbər o zaman təkdə verilməlidir. Yəni, bu zaman mübtəda əgər cansız əşya ilə ifadə olunubsa, o zaman kəmiyyətə görə uzlaşmaya da bilər. Xəbər mübtəda ilə uzlaşmaya da bilir. Nə zaman? Əgər mübtəda cansız əşyalarla ifadə olunubsa. İnsan anlayışı bildirəndə cəmdədirsə, xəbər də cəmdə olur. Heyvan anlayışı bildirdikdə xəbər, daha doğrusu mübtəda cəmdədirsə, xəbər həm təkdə, həm cəmdə verilə bilir. Amma deməli, mübtəda cansız əşyanı bildirirsə, cəmdədirsə, xəbər təkdə verilməlidir. Yəni, uzlaşma kəmiyyətə görə pozulmalıdır. Hələ ki, baş üzvləri izah elədim. İkinci dərəcəli üzvləri də birazdan izah eləyəcəm.